Bu dəfə tam istədiyim kimi bir qoğal bişirmişəm Elmira Qədrovanın resepti ilə. Açıqlama qismində resepti detallı yazacağam. Bunun içərisinə şəkər tozu, duz, sarı kök əlavə etdim. 1 kiloqram undan 2 dəfəyə mən xəmir yoğurdum və sonra aparı hazırladım. Aparı içində olan resepti hamısını yazacağam. Burada isə süd və suyu qarışdırdım. 3 yumurta sarısı da istifadə edirəm və xama. Bu arada yumurta ağları da yığılıb. Bir banka yumurta ağından nə istifadə edirsiniz, nə hazırlarsınız, bezədən başqa yazarsınız. Onun içərisində quru qarışıqları qarışdırıb, bütün lazım olan ərzaqları əlavə edib xəmir yoğuran aparata qoyuram. Nə yaxşı ki, bu aparatı mən almışam sağ əlimdə, həqiqətən də yaxşı istifadə edə bilirəm. Çünki artıq mən tort işini dayandırdım və mikser kimi yox, indi xəmir yoğuran kimi istifadə edirəm. Xəmir yoğurlarkən qaynanam da içliyi hazırlamışdı, onu çəkməmişəm. Yəqin ki, qoğalın içliyini bilməyən yoxdur. Yenə də mən resept kimi videonun alt qisminə yazacağam. Paxlava reseptimdən çox geri dönüşlər gəldi. İstər direktdə, istər YouTube videoma da çox yazanlar oldu, WhatsApp-a da yazanlar oldu. Yəni bunu da paylaşıram. Bəlkə siz də bu videodan nəsə öyrəndiniz. Məsələn, qoğalı nazik yaymağı sevməyənlər, ümumiyyətlə xəmir yaymağı sevməyənlər balaca da yayıb, üst-üstə yığıb, sonra isə onları biraz əlinizlə genişlədə bilərsiniz. Həm də adətən xamalı xəmirlər də elastik olur. Sağ olsun qaynanam bir tərəfdən yayırdı, mən də bir tərəfdən yağlayırdım və beləcə işimiz tez başa gəldi. Bir də milli mətbəximizin əsas canı kərə yağıdır. Yəni şirniyyatlarımızı dadlı, gözəl olmağını istəyirsinizsə mütləq kərə yağından istifadə edin. 9 gündə yayıb içini qoyduq. Yağlayandan sonra biraz gözləmək lazımdır ki, yağ biraz donsun ki, yaxşı kəsmək olsun. Və təbii ki, digər detalları da bilirsiniz. Mənim uzun-uzadı danışıb sizi yormağıma ehtiyac yoxdur. Qoğalın yaxşı qatlarının, laylarının görünən hissəsinə deməli üzü olur və alt hissədən deməli əlimizlə ovuruq və içinə içlik qoyuruq. Budur artıq hazırdır. Üzərinə isə yumurta sarısını mütləq süzgəcdən keçirdin, daha parlaq olacaq. Qoğalların birinci xırt-xırt idi, sonra isə yumşaldı. Mən yumşaq qoğal sevirəm. Çox dadlı idi. Allah hər kəsin süfrəsini ruzi bərəkətli etsin. Qarşıdan gələn bayramlarınız mübarək.